Klinikamıza 55 yaşında bir hanım müraciət etdi. Müraciət zamanı şikayətləri baş ağrısı, baş gicəllənmə, qulaqlarda küy, yuxunun pis olması, düz yolla adi templə gedərkən köks qəfəsinin arxasında yandırıcı sol qola, sol çiynə radiasiya verən ağrılardan və bu ağrıların ortalama 5-10 dəqiqə davam etməsi, dayanarkən keçib getməsi şikayətləri ilə müraciət etdi. Ailə anamnezindən bəlli oldu ki, 25 ildən çoxdur ki, arterial hipertenziyası var və bu məqsədlə müxtəlif klinikalara müraciət edib, çoxsaylı antihipertenziv dərmanlar qəbul etməsinə baxmayaraq, arterial təzyiqə adekvat nəzarət etmək mümkün olmayıb. Daxil olarkən arterial təzyiqin səviyyəsi sistolik təzyiq 300-dən çox, diastolik təzyiq 180 mm civə sütunu civarında idi. Elektrokardioqrafik müayinədə sol məddəciyin hipertrofiyası, onun sistolik yüklənməsi ilə, exokardioqrafiyada sol məddəciyin ciddi konsentrik hipertrofiyası aşkar olundu. Xəstədə ikincili səbəbləri aşkar etmək üçün apardığımız müayinələrdə patoloji bir tapıntı aşkarlanmadı. Laborator olaraq, yəni biokimyəvi laboratoriyada ümumi xolesterinin səviyyəsi 220, triqliseritlər 156, aşağı sıxılı lipoproteinlər 135, yüksək sıxılı lipoproteinlər 45 mg/dl civarında, yüksək həssaslı C-reaktiv zulal da çox yüksəkdir, 2,3 mg/dl. Son diaqnoz arterial hipertenziya 3-cü mərtəbə, 3-cü dərəcə, çox yüksək risk, stenokardiya 3-cü funksional sinif və aterogen dislipidemiya oldu. Arterial hipertenziya tövsiyəsi 2018-2023 tövsiyələri əsasında, dislipidemiyanın müalicəsi isə 2019 və 2025-də yeniləşmiş tövsiyələr əsasında aparılmışdır. Stenokardiyanın müalicəsi 2024-cü ildəki tövsiyələr əsasındadır. Yekun müalicə ekranda gördüyünüz kimidir. Müalicənin seçimlərini qısaca əsaslandırmaq istəyirəm. Prindapril, indapamid bizə daxil olarkən qəbul elədiyi müalicə idi, dəyişdirmədi. Alatindin əlavə elədiyi, içərisində bilirsiniz, amlodipin maksimal dozada və bisoprolol maksimal dozadadır. Bu da həm təzyiqin salınmasında, həm də stenokardiyanın idarə olunması məqsədi ilə verilmişdir. Rozilip Plus start vəziyyətdə seçimi ondan asılı idi ki, bu xəstə nəzərə alsaq ki, çox yüksək risk kateqoriyasına daxildir. Və bu məqsədlə də ekspert rəyi var ki, son vaxtlar start vəziyyətdə ikili lipid azaldıcı müalicə təyin olunmalıdır. Və buna görə də Rozilip Plus seçildi. 20 mg rozuvastatin, 10 mg ezetimib kombinasiyası. Aspirin təbii ki, stenokardiyası olduğuna görə mütləq verilməli idi. Kalksin isə C-reaktiv zulalın səviyyəsi yüksək olduğuna görə intihab əleyhinə müalicə kimi təyin olunmuşdur. Bundan başqa bu xəstə də çox, hər iki evladında, oğul evladında da arterial təzyiq yüksək olduğundan çox həyəcanlı idi və buna görə də bir antidepressan terapiyası təyin olundu. Sonunda həm arterial təzyiqin hədəf səviyyəsi əldə olundu, 130-80-dan aşağı və eyni zamanda stenokardiya tutmaları adi fiziki aktivlik zamanı narahat etmədi və lipid spektrində də tam normallaşma müşahidə olundu.